qarşı tərəfin ailəsini tanımamızdır. Yəni bu mövzuya ailə prizmasından baxmamızdır. Biz bəzən ailə qurarkən, daha doğrusu gənclərimiz bəzən ailə qurarkən fikirləşirlər ki, mənə qarşı tərəf kifayətdir. Yəni onun mənimlə yaxşı olması, belə deyək, fikirlərimizin üst-üstə düşməsi, bugün bizim bu ailənin təşkilində o böyük bir istəyimizin olması bizə kifayətdir. Artıq belə deyək, nöqtələrə, məqamlara diqqət etməyimiz lazım deyil. Amma bu çox yanlış düşüncədir. Və biz görürük ki, boşanmalar nədən baş verir? İndiki zamanda boşanmalar niyə bu qədər çoxalır? Ona görə ki, gənclərimiz bəzən deyirlər ki, ikimiz bir-birimizə kifayətik, amma ailə qurandan sonra nə kimi problemlər çıxır üzə və artıq o ikisinin bir-birinə kifayət olan o his var idi, o his onlara kömək edə bilmir. O istək ki var idi, o istək onlara kömək edə bilmir. Elə ona görə də ailəyə, ailə təşkilində ailəyə çox diqqət etməlisiniz. Məsəl üçün bir bəy xanım ilə ailə qurursa, onun ailəsi də, xanımın ailəsi də onun üçün önəmli olmalıdır. Və yaxud da bir xanım bir bəy ilə ailə qurursa, o bəyin ailəsi də onun üçün önəmli olmalıdır. Yəni diqqət edin ki, siz bu insan ilə ailə qurursunuzsa, bunun ailəsi sizin əbədi, yəni bu dünya həyatındakı nə qədər yaşayacaqsınız, sizin daimi qohumlarınızdır. Və siz daimən bu insanlar ilə üz-üzə gələcəksiniz. Çox